Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Riyaziyyat 2-ci qrup 2026-cı ildə blok imtahana düşən suala baxırıq. Üçbucağa aid olan bir sualdır. Bizə deyir ki, sualda AB və BD bir-birlərinə bərabərdir. AB və BD. Baxın, buralar bir-birinə bərabər. Mən bura bir alfa deyə bilərəm. Və həmçinin bizə deyir ki, AC, baxın, buradan bura qədər olan məsafə ilə buradan baxın BC bir-birinə bərabərdir. BC. Onda bura bir x, bura x desəm, sonra bizə deyir ki, AD bərabərdir 3 cm. D'dən C'yə qədər 9. Onda bizim boyumuz uzunluğu neçə oldu? Bura 12. Avtomatik burada biz 12 deyə bilərikmi? Bəli. Çünki baxın AC ilə BC bir-birlərinə nə olacaq? Bərabər olmalıdır. Onda burada 12'dir. Onda biz baxın burada əgər mənim bu AC ilə BC bir-birinə bərabərdir deyiriksə uşaqlar, bura alfadırsa, baxın bu hissə alfadırsa, onda bu bucağın özü də nə olmalıdır? Bir alfa olmalıdır. Baxın bu bucağın özü də. Çünki burada bir-birlərinə bərabər yanlış bucaq olduğuna görə. Onda mən burada baxın bura bir alfa, bura bir beta desəm, burada üç bucaq ABD ilə oxşardı üç bucaq ABC. Niyə oxşardı? Baxın, burada iki dənə bucağımız var. Baxın, bu alfa bucağı ilə bu alfa bucağı bir-birinə bərabər. Bu böyük üç bucaqdakı. Kiçik üç bucaqda iki dənə alfa üç bucağı var. Demək onda bir-birlərinə nə olacaq? Bərabər olmalıdır. Onda yəni oxşar olmalıdır. Onda biz burada baxın, burada alfa var, beta var. Bax bu balaca üç bucaqda. Bəs böyüyündəki beta hara düşür? Böyüyündəki bu beta avtomatik bura düşməlidir. Çünki bax bu alfa, burada beta olmalı. İndi gəlin biz oxşarlıqdan istifadə edərək, baxın, məsələn mən bura bir x desəm, bura bir x deyirəm ki, bu betanın qarşısında dayanan bu üçün, bu betanın qarşısında dayanan, bu böyük bucaqda qarşısında dayanan x-a nisbəti bərabərdir. Bu üç bucağın qarşısında dayanan, baxın bu alfanın, zaten baxın uşaqlar, bura x-sa burada x olmalıdır. Eyni şeydir, çünki burada bu şərtdə verilib də bizə. Onda buradakı bu x-ın, buradakı baxın bu alfaya qarşısındakı alfaya nisbəti 12 olacaq. Onda biz çarpaz vursaq, x-in kvadratı bərabər 36-ya, x də bərabər nə olmalıdır? 6 olmalıdır. X buradan 6-dırsa, onda bizim perimetrimiz nə olar? 12 üstə gəlinsin 12, üstə gəlinsin 6. Cavabımız olacaq 30. Yəni D variantı olacaq. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.